oyuna 10 minə yaxın tamaşaçı gəlmişdi və biz son illərin rekordudur. Yəni bu əslində ora gələn insanların hər birisinə öz təşəkkürümüzü bildiririk ki, yəni çempionata maraq qatırlar. Azərkeşiz futbol heç kimə lazım deyil məncə. Amma sən təsəvvür elə ki, çempionatın bəlkə də həlledici qarşılaşmasıdır. Tofiq Bəhramov adında Respublika stadionunda yerləşdiyi ərazi olaraq bəlkə də Azərbaycanda, yəni paytaxtda daha doğrusu ən əlverişli nöqtədir də futbola gəlmək üçün. Yəni təsəvvür edin ki, çempionatın bu ən həlledici məqamlarından birində bu cür afişası olan bir oyunda, yəni 10 min nəfərin oyuna gəlməyinə biz sevinirik. Yəni özü də oyun da saat 7-də keçirilir. Yəni tam da belə ideal vaxt, hava şəraiti əla, bazar günü. Hava bir qədər soyuq idi. Yəni ədalətli danışaq olsa. Çox da soyuq. Amma belə daha qar deyildi, boran deyildi də. Yəni də belə sözün açığı mən daha çox azarkeş gözləyirdim. Buna da şükür. Razıyam. Mən də ən azından 15 min üstündə gözləyirdim. Amma o ki qaldı. İndi dediyin o ifadə ilə bağlı, verdiyin sualla bağlı ki, yəni əslində mən də səndən razıyam. Oyunun əvvəllərində Sabah komandası daha yaxşı təşkilatlanmışdı və hücumlara daha yaxşı qoşulurdular, müdafiədə daha yaxşı müdafiə olunurdular. Yəni etiraf eləyək ki, Qarabağda o gözlədiyimiz o hər zamanki topa sahib olma, oyunu diktə eləmə baxımından çətinliklər var idi və birinci hissənin təxminən 30-cu dəqiqəsindən sonra artıq yenidən Qarabağ topu ələ keçirdi və belə deyək də presinglə Sabahı öz qapısına sıxışdıra bildi. Amma bunda əsas məqamlardan biri o idi ki, ilk hissədəcə Sabahın 2 dənə mərkəz müdafiəçisi sarı kartla cəzalanmışdı. Və bu bunun nəticəsi idi ki, çünki Sabah Qarabağa qarşı presinglə oynayırdı və oyunu Qarabağın öz zonasında belə deyək də qarşılayırdılar Qarabağı. Və bunda belə bir şey olur ki, sən mərkəz müdafiəçilərini meydanın mərkəzinə qədər çıxartmaq məcburiyyətində qalırsan. Yəni bu iki sarı kartdan sonra hər iki mərkəz müdafiəçisinin sarı kart aldığına görə, erkən sarı kart aldığına görə artıq belə deyək də hər hansı bir xırda bir foul onlardan hər hansı birinin qırmızı kart almağına və say üstünlüyün Qarabağ tərəfində olmasına belə deyək də sirayət edəcəkdi. Mənə elə gəlir ki, ona görə biraz Sabahda belə deyək də o oyunun əvvəlində gördüyümüz o temki var. Artıq onu eləməkdə biraz bəlkə də çətinlik çəkəcəkdilər. Ona görə də oyunun əvvəlindəki o presingi tam oyunun 90 dəqiqəsinə yaya bilmədilər.